Əziz tamaşaçılar, biz artıq gəldik Mehriban Xanlarovanın yaşadığı məhəlləyə. Qonaq qəbul edirsiniz. Hoş gördük, günümüz uğurlu olsun. Xoş gəlmişik. Axır ki sənlə görüşdük. Əllərindən öpürəm. Sağ ol. Əlif məndən çox olsun. Allah razı olsun. Sağ olun. Ha, Əyləşək, söhbətə başlayaq. başlayırıq. Bəli. Bir dənə çay verim də. Əslində, mənim üçün bu balaca bir ev deyil. Mənim üçün əsas olan insanın münasibətidir. Bəzən elə olub ki, yekə villalara getmişik, yekə mənzillərə getmişik, amma o istiliyi, o enerjini hiss eləyə bilməmişik. Bu günləri siz bizi elə qarşıladınız ki, yəni biz o enerjini sizdən ala bildik. Həmişə qapım açıqdır. Mən həmişə demişəm ki, mənim evim balaca ola bilər, amma mənim ürəyim, ailəmin ürəyi genişdir və bura mənim bəlkə milyonluq olan villadan da üstündür, artıqdır bu ev. Çünki burada gözəllik var, rahatlıq var, sevinç var. Çoxu da kədər olub, amma kədər hər bir kəsdə ola bilər. Amma çalışmış ki, onu örtbasılıq edir. Çünki bu ev bizə o qədər doğmadır. Valla, bəzən deyirlər söküləcək. Allah haqqı, qonşulara da deyirəm ki, nə var istəyirsiniz sökülsün, yox sökülsün. Sonra görürüm, onlar da artıq mənimlə razılaşır ki, düz deyirsin, hər şey ayağımızın altında, işim yaxın. Mən deyirəm ki, ölçəmdə ancaq yaşamaq var. Mehriban xanım bəzən öz-özünə düşünürüm ki, bax, mənim daha böyük evlərim ola bilərdi. Daha böyük evdə yaşaya bilərdim. Ola bilərdi. Mən həmişə günahı kimdə görürsünüz? Günahı özümdə. Özümdə nə mənada görürəm? Yaxşı mənada görürəm. Bilirsən necə, mən istəsəydim o bəzi adamlar deyir, mən istəsəydim qapımda axıranlar dayanardı. Bəlkə 10 dənə maşınım, 10 dənə evlərim olardı. Amma ki, mən o şeyə getmədim. Mən əsas ailə canlı oldum. Mən məsələn, bugün burada yox, xaricdə ola bilərdim. Yəni, xaricdə də bax, belə bu cürə sevilən aktris ola bilərdim və siz də orada ola bilərsiniz. Bilirsiniz ki, mən dəfələrlə dəvət də almışam, çəkilmişəm və istəsəydim, orada qalardım. Amma ailəmi qoymaq tək istəmədim. Ailəmin yanında olmasın. Çünki onların mənə ehtiyacı var. Ailə canlı dediniz. Bizim demək olar ki, hər verilişimizdə tamaşaçılar bilir ki, mən qonağım üçün sürpriz hazırlayıram. Ailə canlı dediniz. Və bu sözü yadınızda saxlayın. Və verilişin sonunda nə olacaq? Mehriban Xanlarovaya sürprizim olacaq. Allah, nə inirsənizə yaxşı sürpriz olsun. Bax, biz istəmirəm. Yoxsa səndən aranı pozarım, kəsərəm. Bax, deyirəm sənə. Çəkiliş zamanı hansı məşhurla bağlı şok xəbər gəldi? Ayaqları sındı, yataq xəstəsi oldu. Mehriban Xanlarovanın keçmiş qaynanası müğənni Lalə Dadaşova oğlu ilə aktrisanı görüşməyə qoymadı. Onların mənə ehtiyacı var. Aktrisanın keçmiş həyat yoldaşı azadlığa çıxdı. Mehriban xanımla barışmaq istəyir. Onlar yenidən qarşı-qarşıya gəldilər. Mehriban xanımlara niyə nəvələrin özü götürüb saxlamağa qərar verir? Küsülü olduğu qızı ilə aktrisanın barışığı baş tutacaqmı? Əziyyətlərini vurulur. Az sonra. Əziz tamaşaçılar, biz Sədərə Ticarət Mərkəzində yerləşən Elif Electronics mağazasındayıq. Türkiyə markası olan Elif Electronics'də gözəl qazanlar, çaydanlar, ət çəkən maşınlar, samovarlar. Bir sözlə, burada bütün məişət əşyaları var. Elif Electronics bu sahədə özünə rəqib tanımır. Mən bilirsən ki, yaşlı qadınlar, analarımız uşaq kimi olurlar da, Allah haqq. Yəni demirəm, mən, anam məndən küsməyib, biraz, yox, olub da, bir də görmüşəm, gəlmişəm məsəbi, yəni nəsə düz olmayıb, yasa nə olmayıb, demişəm, gedmişəm, anam da görmüşəm ki, küsübdən məndən, sonra gəlib,
Bir də öpmüşəm belə. Keç. Mehriban xanımlar anası ilə dərdləşirmi? Hə. Yoxsa dərd ortağı yoxdur bu həyatda onun? Bəzən, niyə? Bəzən mən həmişə o efirlərdə demişəm, keşke anamın dili olaydı. Keşke dili olaydı. Bəzi məqamlar var ki, onu anaya deyə bilmirsən axı. Qalır ürəyində. Bax, bir də olub ki, oturmuşam, məsəl üçün, özümdən, gözümdən yaş axıb, məsəl üçün. Mənə deyib ki, nə olub, niyə ağlayırsan da, məsəl üçün. Məsəl üçün, mənim anam elə anadır ki, bax, sənə deyim də. Məsəl üçün, maşın olmayanda məndə belə eləyir deyə, götür pensiyamı, get maşın al. Mən doğulmuşam, dünyaya gəlmişəm mikrorayonda, 2-ci mikrorayonda, 67-ci ildə orada dünyaya gəlmişəm. Onda da papaya bənna idi deyə hökumətdən verilmişdi 2 otaq. Belə yaxşıdır qonşularımız, mən heç yadımda sonra 7-şə uşaq vaxtında Mehriban kök olub. Qıcağında şəklimiz var da. Baxın, anamın gəncliyi çox gözəldir. Həqiqətən bizim qohumlarımız var, hansı ki, Laqdasda deyir ki, mamam o qədər gözəl idi. Həqiqətən mənim anam qızı. Mənim anam öyle, tez böyüdü. Dinlər tez geçti, böyüdüm. Bana bax. Elə istəyərəm, ay tamaşaçılar, bax burada ki, Mehriban olan təzdən. Anam hərdən birdən görürsün, xəstə olanda, mən onda hələ bir ki, həyatım dönür də, istərsiniz qaçıram, bura qaçıram. Qoymuram ki, anam yataqda uzansın, düz ola biləcək 2 gün. Mən elə eləyirəm ki, məsəl dursun da, yaşlı adamdır belə. Nə edirəm, məsəl üçün, zəng edirəm tibb bacısına, deyirəm nə olar, gəl yenə 2 dənə, 3 dənə mamaya sistem eləyək. Qoyuram sistem, görürəm ki, deyir ki, mən yaxşıyam. Məsələn, bir də görsən ki, elə şey olur, deyir ki, mən ölüb gedəcəm. Yəni, o mənə ən böyük ağır udardır anamdan gələn. Yəni, o cümləni eşitmək istəmirəm. Çünki mən çox ötürdüm, bilirsən. Yəni, ata etdi, qardaş etdi, bacı etdi. Yəni, mən onların streslərini çox ağır keçdim və ölüm haqdır. O cavana, yaşlıya baxmır, körpəyə baxmır. Amma mən heç bir ananı istəmirəm. Heç bir anaları, ölən analarımıza Allah rəhmət eləsin. Amma heç bir anaları istəmərəm ki, şey olsun da. Yəni, bilirsiniz niyə? Bəlkə də mənim anam bəzən içində saxladığı, eşidə bilmədiyi, bizim evdə olub bir ki, söhbət olub, məsələn, yer gəldi, savaşmışıq, amma o kənarda məzlum baxıb, heç deyim və bir ikisini başa salanda deyib ki, niyə belə də bəs şeydir, yaxşı şey olmaz, sən biri gözə mən istəməli, istənmədə sən şey elə, amma yəni mən o anı çox canım var. Aha, bəzən mənə deyim ki, mən öləcəm, gedəcəm, deyirəm ki, yox, belə demə. Neyse, anam mənim hər şeyimdir, varlığımdır. Almısan ana, qoy indi laylanı, mən çalım səni. Mehriban xanımlar bu həyatda xoşbəxt ola bildimi? Ailəmlə xoşbəxtəm, öz ailə içində. Bir qadın olaraq. Qadın olaraq, indi nə mənada, artıq o barədə fikirləşmirəm. Xoşbəxtəm, xoşbəxtəm. Bitdi, getdi də. Bəzən deyirlər ki, qadına dayaq lazımdır, arxa lazımdır, qulaq sırdaşı lazımdır. Yox, məncə, hər bir qadın, mən həmişə demişəm ki, xoşbəxtliyə layiqdir. Amma vaxtın məqamı, saatı, dəqiqəsi, anı vardır. Yəni, bundan sonra mən kimisə allada bilərəm, nə o kimisə mən allada bilərəm. Bugün o yükü çəkmək mənim üçün çətindir. Çünki mən heç yox, bəlkə də ola bilər, yəni deyirəm. Amma mən bugün günü mən ailələrimdən uzaq dura bilərəm. Mehriban xanımlar ailəsinin dağılmasında özünü günahkar sayırmı? Xəyanəti bağışlasaydı, onda günahkar olurum. Bağışlamadığım üçün də günahkarım. 2 dəfə ailə həyatı qurdunuz.
Çox çəkmirdi. Mən özüm də biraz əsəbi adamam. Nə mənada əsəbiyəm? Ümumiyyətlə, Heç bir il olmadı, yəni hər ikisi. oldu. 5 il, 6 il belə oldu. Amma həm də çox, ailəmə qarşı da çox qısqancam. İndi yox. Gəlin belə bir şey etiraf edək istəyirəm. Nə? Keçmiş həyat yoldaşınız Nə? gəlsə və Mehriban Xanlarova ilə barışmaq istəsə, cavab nə olacaq? Mən bu sualı əvvəlcə yerə vermirəm. Mehriban xanımın keçmiş həyat yoldaşı bir müddət öncə azadlığa çıxıb və Mehriban xanımla barışmaq istəyir. Və görək Mehriban xanımın buna cavabı nə olacaq? Çəkiliş zamanı hansı məşhurla bağlı şok xəbər gəldi? Ayaqları sındı, yataq xəstəsi oldu. Mehriban Xanlarovanın keçmiş qaynanası müğənni Lalə Dadaşova oğlu ilə aktrisanı görüşməyə qoymadı. Onların mənə ehtiyacı var. Aktrisanın keçmiş həyat yoldaşı azadlığa çıxdı. Mehriban xanımla barışmaq istəyir. Onlar yenidən qarşı-qarşıya gəldilər. Mehriban xanımlara niyə nəvələrini özü götürüb saxlamağa qərar verdi? Küsülü olduğu qızı ilə aktrisanın barışığı baş tutacaqmı? Əziyyətlərini vurdu. Az sonra. Mehriban xanım bir ara verişlərin birində söylədiniz ki, artıq mənim qızım yoxdur. Qızınızla barışdınızmı? Yox. Yəni peşman oldunuz övladlığa şok götürdüyünüzə görə. Yox. İndi maşallah böyükdür. Maşallah 6 dənə balası var. Onun 4-ü mənim yanımdadır. Heç onlar getmək istəmir belə. Demirəm, analarını sevirlər. Məsələn, amma Mehriban xanımlara niyə nəvələrini özü götürüb saxlamağa qərar verdi ki? nə bilim mən çöpəlikdən ki baxdım. Hətta elə bir məqam gəldi ki, artıq dedilər uşaqları götürməyəcəklər. Belə bir söhbət var. Dedim, mənim heç problem deyil. Mənim uşaqları heç vaxt nə atasından, nə anasından, nə oradakı nənəsindən ixtiyarım yoxdur ayırmağa. Hətta mən uşaqlar bir də gözündəm ki, o götürülən özü bayramdır, təbrik eləyir, məsələn deyirəm. Məsələn, ay deyirəm, mən ümumiyyətlə bizim, yəni mən dalaşa da bilərəm, nə də ola bilər, o sizin qarışacağımız iş deyil, hə, yəni bu belə. Onlar məsəl üçün pul danışırlar da, analarını mən deyim ki, yox, mən danışmam, düşmə mövqeyə qoyun uşaqları, xeyr. Bugün uşaqlar çamadanı götürüb geçsələr, mən elə gülə-gülə deyim, yoxsalar problem yox. Düzdür, mən uşaqlara çox bağlı adamam, amma və çox adam da bilir ki, mən əgər bir şey yox dedimsə, onu özümdə bastıra bilirəm. Yəni, özümdə boğa bilirim da onu artıq. Əvvəllər bəlkə olsaydı heç boğmaq olmazdı, yəni belə, nə nankor deməyəcəm, yəni əziyyətlərini vurdu yerə deməyəcəm. Yəni, buraxdıq onu həyatın ağuşuna. Yaxşı cümlədə. Buraxdıq onu həyatın ağuşuna. Bu ağuşda görək səndələmələr var. Səndələmələri görəsən Mehriban Xanlarovasız. Səndələmələrdə dayana biləcəyim. Verişin sonunda Mehriban Xanlarovanı qızı ilə barışdırsaq necə olar? Yox.